Elektron formullarına əsasən hansı elementlər arasında polyar kovalent rabitə yarandığını müəyyən edin. Metal və qeyri-metal arasında yaranan rabitə ion rabitə olur. Qeyri-metal və qeyri-metal arasında yaranan rabitə kovalent rabitə olur. Kovalent rabitədə elektron mənfilikləri eyni olan qeyri-metallar olduqda qeyri-polyar kovalent, elektron mənfiliyi müxtəlif olan qeyri-metallar olduqda, yəni müxtəlif qeyri-metal elementlər olduqda polyar kovalent rabitə olur. Hidrogen və boru nəzərə almasaq, birinci, ikinci və üçüncü qrupdakı elementlər metallar, qalan qrupdakılar, əsas yarım qrupdakılar qeyri-metal olur. Burada bu elementlər 6-cı qrup elementləridir. Deməli, hər biri qeyri-metaldır. Burada 4s1, 4-cü dövr 1-ci qrup metaldır. Burada 3d5 əlavə yarım qrup elementidir. Əlavə yarım qrup elementləri də metallardır. Deməli, bizə polyar kovalent rabitə üçün qeyri-metallar lazım olduğu üçün X və Y A bəndi.